oğlum məşğələ xəstəsi olduğuna görə baxılmır. Ayağından müalicə almır. İndi də həmən o güllə dəyən ayaq diz qapağına sınıq əməli gəlir, kista əməli gəlir. Dərmanlarla yaşayır mənim oğlum. Bu qədər insafsızlıq olarmı? Bərdə rayonunun Mollalı kənd sakini Əsenova Məlahət Kanal 21-ə müraciət edərək oğlu müharibə iştirakçısı Yusifov Hüseynin üzləşdiyi problemləri ictimailəşdirib. Ananın iddiasına görə oğlu Şuşa daşaltı əməliyyatı zamanı yaralanıb, gəllə beyin travması alıb və bu səbəbdən sosial müavinət alırmış. Lakin sonradan həmin sosial müavinətin kəsildiyi bildirilir. Ananın sözlərinə görə oğlunun diz qapağında güllə yarasından qaynaqlanan ciddi zədə var. Lakin Elmi Tədqiqat İnstitutunda həkim tərəfindən bu xəsarətin güllədən deyil, güya anadan gəlmə olduğunun bildirilməsi ailənin etirazına səbəb olub. Vətəndaş iddia edir ki, həkimin bu mövqeyi oğluna qarşı səhlənkar və ədalətsiz yanaşmadır. Ailə məsələnin yenidən araşdırılmasını, müharibə iştirakçısının sağlamlıq durumuna obyektiv qiymət verilməsini və kəsilmiş sosial müavinətin bərpa olunmasını tələb edir. Daha ətraflı vətəndaşın öz dilindən dinləyək. Mən Bərdə rayonu Mollalı kənd sakini Yusifov Hüseyn Naqidoğlu'nun anasıyam. Həsənova Məlahət. Mənim oğlum müharibə iştirakçısıdır. Müharibə qutarandan mənim oğlum məşğələ xəstəsi gedir. Kələbeyi travması alıb məşğələ xəstəsi gedir. Hal-hazırda da dərman təsir altındadır. Ona görə də etibarnaməsi məndədir. Mən danışıram oğlumun yerinə. Mənim oğlum deməli qrup məşğələ xəstəsi getdiyi kələbeyin travması aldığına görə Şuşa daşaltısında yaralandığına görə buna qrup verilirdi. Bu qrupu gətirib dayandırdılar. Hal-hazırda mənim oğlum müharibə qutarandan məşğələ xəstəsi ola, həm də o ayağından aldığı güllə yarasına görə döymədiyimiz, kömək istəmədiyimiz qapı olmayıbdır. Deməli, elə səhiyyə, buradan Bərdə xəstəxanasına göndəriş alıb getmişik, bizi həmişə oğlumu geri qaytardılar ki, məşğələ xəstəsidir. Heç vaxt onu müalicə elədilər. Bu yaxınlarda mənim oğlum o güllə dəyən ayağından sınıq, kisva tapılıbdır. Buradan rengildən, MRT-dən, KT-dən keçib getmişik Elmi Tədqiqat İnstitutuna. Dünənlərlə biz orada Bakıda olmuşuq. Həkim oğlumu qəbul edib, biz danışmışıq. Oğlum deyir ki, mənim ağlım üstündədir. Mən məşğələ xəstəsi olsam da mənim ağlım üstündədir. Mənim oğlum deyir ki, mən əskərlikdə heç bir şikayətim olmuyordu. Həkimin sözünə belə çıxır ki, mənim oğlum anadan gəlmə qırıqdır. O güllə dəyən ayağında, diz qapağında anadan gəlmə qırıq əməli gəlibdir. Oğlum da həkimə deyir ki, ay həkim, məşğələ xəstəsi olsam da mənim ağlım üstündədir. Bu qırıq əgər mənim ayağımda olursa, mən hərbi xidmətdə, Naxçıvanda nətər xidmət eləmişəm, nətər 2 təpik döymüşəm. Mən özümün ağlım hələ ki özümü idarə edir. Mən 6 ildir